Salam dəyərli izləyicilər. Bu gün sizə qədim təbabətin qiymətli bitkilərindən biri səna yarpağı və onun çayının bədənimiz üçün nə qədər faydalı olduğundan danışacağam. Səna bitkisi əsrlərdir Şərq təbabətində təbii bir müalicə vasitəsi kimi istifadə olunur. Onun xüsusilə bağırsaq sisteminə göstərdiyi təsirlər, orqanizmdən toksinlərin atılmasına kömək etməsi və təmizləyici xüsusiyyətləri ilə seçilməsi onu unikal edir. Bəs səna çayı necə hazırlanır? Gündə nə qədər içilməlidir və hansı hallarda diqqətli olmaq lazımdır? Bu sualların cavabını videonun davamında öyrənəcəksiniz. Əgər siz də bədəninizdə yüngüllük hiss etmək və təbii yollarla sağlamlığınızı qorumaq istəyirsinizsə, bu videonu sonadək izləməyi unutmayın. Səna bitkisi əsasən isti iqlimlərdə, xüsusilə Şimali Afrika, Hindistan və Orta Şərq bölgələrində yetişən dərman bitkisidir. Onun ən qiymətli hissəsi qurudulmuş yarpaqlarıdır. Təbii məhsul kimi tanınan bu bitki artıq 1000 illərdir müxtəlif xalqlar tərəfindən istifadə olunur. Ənənəvi tibbdə, xüsusilə də İslam təbabətində səna bədən təmizləyici kimi qəbul edilir. Səna yarpağından hazırlanan çay bir sıra sağlamlıq problemlərinin təbii şəkildə həllində böyük rol oynayır. Onun əsas faydaları bunlardır. 1. Qəbizlik problemini aradan qaldırır. Səna ən güclü təbii təsirə malik bitkilərdən biridir. Bağırsaq hərəkətlərini stimullaşdırır və qəbizlik problemini qısa müddətdə aradan qaldırır. Bu səbəbdən xüsusilə bağırsaq tənbəlliyi yaşayan insanlar üçün çox faydalıdır. 2. Bağırsaqları təmizləyir. Səna çayı bağırsaqlarda yığılan tullantıları və toksinləri təmizləməyə kömək edir. Detoks proqramlarında istifadə olunmasının səbəbi də budur. Mədə və bağırsaq sisteminin rahatlanması üçün əla bir vasitədir. 3. Kilo verməyə dəstək ola bilər. Qısa müddətli istifadə zamanı bağırsaqlarda yığılan tullantıları təmizlədiyi üçün çəki itkisi hiss oluna bilər. Ancaq diqqətli olun, bu yağ əritmə deyil, yalnız müvəqqəti arıqlamağa effektlidir. Buna görə səna çayını yalnız dəstək kimi qəbul etmək lazımdır. 4. Şişkinliyi azaldır. Qəbizlik və qaz problemi yaşayan insanlarda qarında şişkinlik hissi olur. Səna çayı bu vəziyyəti azaldaraq rahatlıq hissi yaradır. 5. Dəri sağlamlığına müsbət təsir edir. Bədən toksinlərdən təmizləndikcə dəri daha təmiz, parlaq və sağlam görünür. Bəzi təbiblər səna çayının dəri səpkilərinə qarşı dolayısıyla fayda verdiyini bildirir. Əziz dinləyicilər, sizə səna çayı haqqında bir neçə resept də təqdim etmək istərdim. 1. Resept bundan ibarətdir ki, 2 çay qaşığı səna yarpağı, hərəsindən 1 çay qaşığı çoban yastığı və cökə çiçəkləri termosa tökülür. Üzərinə 2 stəkan qaynar su tökülür. Məhsul ən azı 8 saat ərzində dəmlənir. Bundan sonra onu süzmək və istifadə etmək lazımdır. Səhər ac qarna 1 stəkan ilıq su içdikdən sonra hər 3 saatdan bir 150 ml səna dəmləməsi qəbul edilir. 2. Resept. Bu isə işlədici kimi təsir göstərir. Qazana 1 litr su tökülür. İçinə 50 qram səna yarpağı və 1 stəkan kişmiş əlavə olunur. Qazan vam od üzərinə qoyulur. Qaynamağa başlayanda məhlula 150 ml bəhməz tökülür. Ocaqdan kənara qoyulur və 2 litr sərin su əlavə edilir. İçkini soyuducuda saxlamaq lazımdır. Hər axşam yatmazdan əvvəl 1/3 stəkan içilir. 3. Resept isə arıqlamaq üçün sağlam və dadlı bir macundur. Hər bir məhsuldan 100 qram olmaqla əncir qurusu, quru ərik və kişmiş götürülür. Bütün məhsulları ətçəkən maşın və ya blender ilə əzmək, üzərinə üyüdülmüş səna yarpaqları və bal əlavə etmək lazımdır. Alınan macun 3 həftə ərzində gecə yatmazdan əvvəl 1 qaşıq qəbul edilir. Bəs yaxşı, səna çayı necə hazırlanır? Səna çayını hazırlamaq çox sadədir, lakin dozaya diqqət etmək vacibdir. İnqridiyentlər isə bunlardan ibarətdir. 1 çay qaşığı qurudulmuş səna yarpağı, 1 stəkan qaynar su. Hazırlanması isə belədir. Səna yarpağını stəkana əlavə edin. Üzərinə təzə qaynadılmış su tökün.
stəkanın üzərini örtün və 5-10 dəqiqə dəmləyin. Daha sonra süzün və isti-isti için. İstifadə qaydası isə belədir. Gündə bir dəfə, əsasən yatmazdan əvvəl içilməsi tövsiyə olunur. Davamlı istifadə etmək olmaz. 7 gündən çox ardıcıl içmək orqanizmə zərər verə bilər. Bəs yaxşı, Səna çayından kimlər istifadə etməməlidir? Yəni əks göstərişləri varmı? Səna təbii olsa da hər kəs üçün uyğun deyil. Bu qrup insanlara istifadə tövsiyə olunmur. 1. Hamilə və uşaq əmizdirən qadınlar. 2. Uşaqlar, xüsusilə 12 yaşdan aşağı. 3. Bağırsaq xəstəlikləri olanlar. 4. Həddən artıq zəif və ya immuniteti zəif olan şəxslər. 5. Böyrək və ürək xəstələri. Səna yarpağı əsasında hazırlanan məhsullar bəzi hallarda qəbul oluna bilməz. Məsəl üçün, südvermə dönəmi. Çünki məhsul südəmər köpə üçün zəhərli tərkibə malikdir. Hamiləlik dövründə müddətindən asılı olmayaraq xüsusi bir işlədici istifadə etmək yol verilməzdir. İshal, həzmsizlik və mədə-bağırsaq traktının digər pozğunluqları, allergiya və ya dərmana fərdi həssaslıq da səna qəbuluna əks göstərişdir. Diqqət edilməli məqamlar və tövsiyələr isə bunlardan ibarətdir ki, Səna çayı müalicəvi məqsədlə istifadə olunsa da, suyu istifadə ciddi fəsadlara səbəb ola bilər. Uzun müddət istifadə bağırsaqların tənbəlləşməsinə, elektrolit pozulmalarına və su itkisinə yol aça bilər. Həddindən artıq istifadə ishala, qarın ağrılarına və orqanizmdə su-duz balansının pozulmasına səbəb ola bilər. Səna çayı müalicə məqsədli içildikdən sonra bədəndə maye itkisi yarandığı üçün onunla birlikdə bol su içmək vacibdir. Əgər səna çayı içdikdən sonra kəskin ağrılar, halsızlıq və ya başqa narahatlıqlar hiss olunursa, istifadə dərhal dayandırılmalıdır. Nəticə isə bundan ibarətdir ki, səna çayı doğru miqdarda və düzgün şəkildə istifadə olunarsa, qəbizlik problemini aradan qaldırar, bədəni yüngülləşdirər və ümumi rifaha dəstək olar. Ancaq unutmamaq lazımdır ki, təbii məhsul olması onu təhlükəsiz etmir. Dozanı aşmadan, diqqətli şəkildə və qısa müddətli istifadəyə diqqət edərək səna çayından maksimum fayda əldə edə bilərsiniz. Onu da bilin ki, bu bitkiyə müraciət etməzdən əvvəl onun faydaları ilə yanaşı mümkün zərərlərini də nəzərə almaq vacibdir. Səna yarpağı Allahın bizə bəxş etdiyi dəyərli nemətlərdən biridir. Amma onu düzgün və məsuliyyətlə istifadə etdikdə fayda verir. Əgər siz də bu videodan faydalı məlumatlar əldə etdinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Rəylərdə səna çayını sınayıb sınamadığınızı və necə təsir etdiyini bizimlə paylaşa bilərsiniz. Sağlam qalın, təbiətlə dost olun. Gələn videolarda görüşənədək sonda onu da deyim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, həkiminizin göstərişlərinə əməl etməyiniz tövsiyə olunur.